Deməli gənclər, gəlirik hesab əməlləri ikinci hissə, dərs 8. Biz birinci sinifdən keçdiyimiz vurma bölməklə bunları həll edirik. Çox rahatdır. Bax, nəyi 7-yə vursam, sonu 1-lə bitər. 3-ü. 3 7-nin 21. 3 biri oldu, 2 biri oldu, cəmdədir 5. Bu da yəqin uşaq-uşaq suallardır. Gəlirik ikinci bir qızıl qaydaya. Baxın, 7-ci suala. Bax, A-nı A-ya vurub A alıb. Nəyi özünə vursam özü alar? Bu riyaziyyatda yalnız Beşi. 4 ədəd uyğundur. Beş. 0, 1, 5 və 6. 6-nı qoysam 36 vur 6 216 edir. Yəni 6-nın kubu birinci sinifdən bilirəm bunu. Alınmaz. 30-u 0-a vursam 0 elə. 31-i 1-ə vursam belə bir şey eləməz. 31 eləyər. Bax 35-i 5-ə vursam. 35 5 olanda eləyir 175. Cavab olur 5. Ən pis ehtimalla variantları yerinə qoy. Həll elə getsin. Bu qədər sadə. Bu getdi uşaq oyuncağına. Sonra gəlir indi gözəl tip suallara. Bax, qızıl qayda demişdik. Maksimum minimum söhbətlərində birdən daha çox cavablar var. Bax, bir rəqəmlə də bir rəqəmlə də var, bir rəqəmlə də var. Düzdür? Bu 0 ola bilər. 1, 2, 3. 4 ola bilər? Xeyr, 4 ola bilməz. Çünki 4 4-ün 16 edir. Biz bunu birinci sinifdən bilirik. Ən böyük 3-dür. Elə ən böyük 3-ü verdim. 3 vur 3 bərabər 9 eləyir. Mən elə A-nın qiymətini istəyir, o da eləyir 3. Bu qədər sadə. Sonra davam edirik. Bunlar uşaq-uşaq suallardır. Gəlir bu tip sual. Bax, mən bilirəm ki, AB-ni D-yə vursam, bura alınır. AB-ni S-yə vursam, bura alınır. Bunu birinci sinif riyaziyyatından bilirəm. Deməli, nə edirik? Bazı bu 2, bilirəm ki, bu son 2-dir də. Niyə? Çünki bura 2 düşüb. Razıyıq. Gəlin də həll edək. Bax, AB-ni S-yə vurub 34 eləyəcək. O nə ola bilər ancaq? 17 vur 2, bir də 34 vur 1 ola bilər. Gəl qardaş, 34 vur bu ehtimalını yoxlayaq. AB-yə 34 deyək. Bax, 34 deyək. S-yə 1 deyək. Çünki 34-ü 1-ə vuranda 34 eləyəcək. D-yə onda nə deyə bilərəm? Nəyi 4-ə vursam son 2 ilə Üç. qurtarır? Ya 3-ü ya da Üç. 8-i. 8-i vursam ortası 0 olmaz. 3-ü vursam nə olar? 102 alınır. Baxırsan ki, hər şey əladır. Problem nədir? Buradakı 3-lər eyni ədədə gəliblər. Bax, problem budur. Ona görə də nə edirsən? Bu 3-ü silirsən. Yerinə yazırsan ki, bax 34 ehtimalı alınmır. Ona görə nə edirsən? Bunun hamısını silsən, 34 ehtimalını ümumiyyətlə silsən. Bu magistr qəbuluna düşmüş sualdır. Dövlət qulluğuna düşə bilər ki, dəfələrlə 17 görürük ki, vur son 2. illərdə magistr sualları gəlir dövlət qulluğuna düşürlər. 17 vur 2 kimi baxırıq. 17 vur 2 gəldi bura. Hə, 17-ni mən nəyə vursam sonra? 7-ni nəyə vursam sonra 2 ilə bitər? 6-ya. 6. Bəli. 17 vur 6 kimi baxanda bu da eləyir 102. Bu hər şey əla. 1, 7, 2, 6. 1, 7, 2, 6. Cəmi də eləyir 8 üstə 8, 16. 8 bura, 8 bura. Cəmi də eləyir 16. Çox rahat, çox professional. Yerinə qoydun, həll edin. Maksimum 1 dəqiqə həll edin. Bu sizə hansı, mən 3 dərəcə demişdim. Hansı dərəcəyə? Birinci dərəcəyə aiddir. Çünki konkret həllini bilirsən. 34 Orta vur değil. 2, 34 vur 1 və 17 vur 2 ilə gedə bilərsən. Hə, sənin riyaziyyatın çox zəifdirsə, bu mövzuda çox çətinlik varsa, maksimum 2-ci dərəcəyə ata bilərsən. Daha götürüb bunu 3-cü dərəcəyə atıb deməyin, ay müəllim bu sualı çox uzun göründü, həll eləmədim. Əsas məsələ nədir? İmtahanda sualı gördünüz, qorxmayın sualdan. Dəfələrlə mən sizə suallar göstərdim, keçən dərs ondan əvvəlki dərslərdə. Sual baxsan nə uzunluğadır, adam baxanda qorxur, o dedimi bayaqları. Bir körpünü 1 dəqiqə keçir, 2 dəqiqə. Baxsan ki, adam suala baxanda qorxur. Variantları yerinə qoyunda belə o sualda cavab tapmır. Yəni necədir? Sualdan qorxmayın. Davam edirik. Ondan sonra baxıra görə hansı tip suallar var. Gəlin sizə bir dənə qardaşa öyrətməyəcək yol öyrədim sizə. Deməli, bunu qardaşa öyrətmir bu yaxşılıq. Deməli, Kayli 11-ə bölür, qalıq 6 alınır. Yenə M-ni 11-ə bölünür, qalıq 10 alınır. Səndən də K minus M-ni 11-ə böl, qalığını soruşur. Düzdür? Bax, nə edirsən? Həmişə.
Mən minusdursa minus, plusdursa plusunu eləyəcəksən. 6 ilə 11-dən 10-dan 6-nı çıxsan, böyüdən kiçik çıxsan eləyir 4. Aldıq 4-ü. Sonra 11-dən də bu 4-ü çıxsan eləyir neçə? 7. Qalıq 7. Sualı həll etməyə ehtiyac yoxdur. Bax, bu qızıl qaydadır. Hə desəz ki, ay müəllim, bəlkə siz yalan deyirsiniz, bəlkə heç 7 deyil orada cavab. Nə bilim, atırsınız, tutursunuz. Gəlin sübut eləyək də bunu. Mən istəmirəm kimsə mənə sual altında qalsın. Deməli, bir dənə A-ya qiymət deyək, 4 deyək. B-yə də gəl deyək, 2. Bu elədir 44. 44-ün üstünə bilirəm də bunu vurulanda bura gəlir. 44. 6 üstə 44, 50. Yəni 50-dən 44 çıxsam 6 qalar. Kare tapdım 50. Bu elədir neçə? 30, 20, 22. Elə deyilmi? 22. 22 də 10 eləyir 32. Razıyıq. 32-dən 22 çıxsam qalıb. Hə, indi 50-dən 32-ni çıxdı neçə elədi? 28. İndi 28-i 11-ə bölək. 2 dəfə bölünür. 22 çıxır. Qalır 7. A həmənki 7-dir. Bax, mən tapmışdım. Gördünüz? Çox rahat, çox professional. Gəlin sizə bir dənə də qayda öyrədim. Onu da qardaş-qardaşı, dost-dostu öyrətməz o qaydanı. Elə bir qaydadır. 29-cu suala bax. Siz rəqəm atanda baba, ancaq baba bura qiymətli rəqəm ata bilərsiniz. Siz bura rəqəm ata bilməzsiniz. Desəz ki, ay müəllim, mənim ürəyim istəyir aya qiymət atıram. At qardaş, at, problem deyil. Mən sənə nəsə demirəm ki. Amma sən gəlib o sualın üstündə 40 dəqiqə, 40 dəfə ilişəndə mən sənə deməyəcəm niyə eləmisən. Rəqəm ata bilərsən, amma 40 dəfə ilişəcəksən orada. Məsləhət nədir? Bu hissələrə atmaq, bu hissələrə atmamaqdır. Desə ki, ay müəllim, bəs o A-nı necə tapacam? Bax, A-nı da tapma üsulunu öyrədəcəm. Səbirli ol. Gəl indi C-yə qiymət deyək. C-yə deyək minimum qiymət, gəl 1 deyək. B-yə də deyək məsəl üçün 4. Məsəl üçün deyək. Random qiymətlər deyirəm. Özümdən seçməmişəm ki. Ürək istəyir başqa qiymətlərdən yoxlayaq. C olsun 1. Sonra D-yə də deyək gəl sənə 3 deyək. Çünki qism qalıq bölünəndən kiçik olmalıdır. O qaydanı bilirik birinci sinifdən. Gəl buna da 3 deyək. Bax, bunun cəmi neçə elədi? 3. Düzdür. 4 vur 3 neçə eləyir? 12. 3-dən də 2 çıxdım 1. Düzdür. Deməli A-nın qiyməti 13 imiş ki, 12 çıxmışam, qalıq nə qalıb? 1 qalıb. Hə. D-nin qiyməti 3-dür, B-nin qiyməti 4-dür. Gəl indi Y-nin qiymətini tapaq. Bax, Y-nin qiymətini tapanda isə görün nə edirik. Baxın. Buna 4 deməmişdim. Burada 1. Bura oldu 2. Elə deyilmi? 4 2-nin 8. Y-nin qiyməti neçə olacaq? 11. 11-dən 8 çıxsın 3 qalar. Deməli, 4-ün qiyməti 4, 3 bu da elədi 11. Neçə eləyəcək bunun cəmi? 18. Elə deyilmi? Məndən nə istəyir? Şərtə baxın, A ilə ifadə etdir. Elə deyilmi? Bəli. A üstəgəl 5 kimi yaza bilərəm bunu. Cavab da elədi D variantı. Random rəqəmlər atdım. Deməli, məsələ nəymiş? Bunlara düzgün qaydada rəqəm qoyularsa, hər zaman eyni cavab alınarmış. Hər zaman düzgün yola gedərmiş. Mən burada Y ilə A-ya rəqəm atmaqdan başlasaydım, bildiyin karşıya. Davam edirik. Bu tip misalları ancaq rəqəm yerinə qoymaq lazımdır. Başqa yolu yoxdur. Əksərən rəqəm yerinə qoymaqla həll etmək məsləhətdir. Davam edirik gənclər. Sonra bax bu tip suallarda bax tələbələr bu tip suallarda niyə çaşırlar axı? Bax A, B vur C dedi. Belə deyilmi? Birinci nə etməliyəm? AB-ni D-yə vurmalıyım. AB-ni D-yə vuranda zaten mənə qiymət verir. Mənim maraqlıda A-nın qiyməti necədir, B-nin qiyməti necədir? Əlbəttə deyil. Promo eləyir də AB vur D eləyəcək neçə? 252. AB vur C-nin də qiymətini zaten 144 verir. Mənim maraqlıda A neçədir, B neçədir? Yox, elə qiyməti var yerinə qoya eləyir. 1, 4, 4. 2, 9, 1692. bəli, 6, 1, 1692. C variantı. Bu qədər sadə. Mənə lazımdır indi A neçədir, B neçədir. Yerinə qoyacağım indi 40 saat vaxtım gedəcək. Məntiq nədir? Sürətli şəkildə düzgün qaydada həll etmək. Hə, qiymət atmaq istəsən ortaq vuruqlarından qiymət at. O problem deyil.
Amma zaten həlli gözün qabağında da niyə özünü öldürəsən ki? Vaxt qızıl dəyərindədir, bəli. 17-ci sual. Bax, eni ulduza vurub 30 alıb. Bu ancaq hansı ədəd ola bilər? 5 və 6. Razılaşdıq. 5 və 6. Ya ulduz 5'dir, ya da n 5'dir. Biri 5'ti, biri 6'dır, onu bildim. Qalan iki variant arasında. Bax, mən əgər bunu 6 desəm, 6 9'un 54 eləyir. Bu ulduzla bu ulduz fərqli qiymət aldı. Belə bir şey mümkündür sizcə? Əlbəttə ki, xeyr. Ona görə necə olacaq? Buna 5 deyəcəm, buna deyəcəm 6. 6 5'im 30 eləyəcək, okey. 9 5'in də 45 eləyəcək. Bax, bu 5 ilə bu 5 eyni qiymət aldı. N'in qiymətli oldu 6. B variantı. Çox rahat, çox professional. Bəli. 18-ci suala keçir. Yəqin ki, bunu hamınız həll edə bilirsiniz də. İzah eləməyə ehtiyac var, Ənzər. Gəlin bunu da izah eləyək. Baxın. 99, 99, 0, 99. Bölünsün 99'a. Bu mən bilirəm ki, 2 rəqəm varsa 2 rəqəm götürə bilərəm. Bir dəfə bölündü. Bu elə də 99. Düzdür. 9 düşdü aşağı. 9 bölünür 99'a. Xeyr. Deməli, növbəti ədəd düşürmək üçün bura mən 0 atmalıyım. Onda 99 düşdü aşağı. 99 99'a bölünür. Bir dəfə. Dədə 99. Güzel. Nə qalıb burada? 0 qalıb. 0 99'a bölünür. Xeyr. Mən növbəti ədəd düşürmək üçün nə etməliyəm? 0 atmalıyım. 9 düşdü aşağı. 9, 0, 9, 99'a bölünür. Yox. Deməli, mən burası 9 düşürmək üçün bir dənə də 0 atmalıyım da. Burada 9. Bəli. Bu da oldu axırda 1. 99 vur 1, 99. Cavab elədi neçə? 101,001. Bu qədər saat. 101.001. Sonra bu sualı kim video izahsız həll eləsə, bilin ki, bu testin bütün suallarını həll edə bilər. Əjdaha adamdır. Həll eləyə bilməsə də canı sağ olsun, problem deyil. Qalan testləri vərdiş eləyib də işləyə bilər. Yəni bu sualı işləyə bilməsəz ruhdan düşməyin, amma mütləq video izahda baxın, çünki mən ehtimal edirəm ki, sizə bu sual tipi düşə bilər. Amma biz keçirik bunu. 30-cu suala. O sualı hədiyyə kimi saxlayıram sizə. Bunu da izah edib bitir. Baxın, qızıl qayda nədir? Sıfırdan və biri birindən fərqli ədədlərdir. Gəl yazaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 0 yaza bilmərəm. 0 gəl silək. Sıfırdan və biri birindən fərqli ədədlərdir. Burada da baxıram ki, 9 dənə ədəddir. Deməli, hər biri birinə uyğun olacaq. Elə deyilmi? Birinci sinif riyaziyyatından bunu bilə bilərəm də. Bax, B-ni Y-yə vurub B oldu. B-ni D-yə vurub yenə B oldu. B-ni C-yə vurub yenə B oldu. Bu riyaziyyatda yalnız bir ədəd uyğun ola bilər. Bu hansı ədəddir? 1, Özünü yox. 5. 5 yalan. 5'i əgər mən tək ədədlərə vursam, yenə 5 almaram. Deməli, B oldu 5. B-nin üstünə xətt çəkdik. Bax, B 5'dirsə, mən bütün B-lərin yerinə 5 yaza bilərəm də. Elə deyilmi? Bax, D-dən 5 çıxışım 2 alıb, onda D olur 7. Bu D 7'dirsə, qardaş, onda 5'i 7'yə vursam 35 eləyər. C də olur 3. Bilirəm də, bu Y-ni buna vuranda bu alınır, bu D-ni vuranda bura alınır, C-ni vuranda bura alınır. Bunu bilirəm də birinci sinif riyaziyyatında. Ona çox da detaya girmədim əvvəlki suallarda da. Bax, indi nə edirsən? Tapdım bunu. İndi bax, C-ni 3 tapdın, C-yə də qoysan 3'ü. Bununla misalın belə qırıldı, getdi. Bax. Sonra C-yə 3 qoydun, 3 5'in 15. Düzdür. H oldu 1. 1 getdi, 3 getdi, 7 getdi. Düzdür. Sonra bir də baxsan ki, belə deyim də H düşdü. Onda C-yə neçə qalıb? 6. 6'dan 5 çıxsan 1 qalar, elə deyilmi? Onda S-yə də qaldı 6. 6 da getdi. Bax, 2 qalıb səndə, 4 qalıb səndə, 8, 9 qalıb. İndi bax. Mən bilirəm ki, 5'i ancaq tək ədədlərə vursam özünü alaram da, düzdür?
Bax 3-ə vurub 15 olub, 5-ə vurub 25 olub məsəl üçün, düzdür? Burada da ona görə bir dənə 9 qalıbdı tək ədəd kimi. Onda mən də y-yə 9 deyərəm ki, 9 5-in nəsin 45. A da oldu 4, bu da oldu 9. Hə, desəz ki, ay müəllim, bəs 2 və 8, elə f-də 8-dir ki, 8-dən 5 çıxıb 3 qalıb. Düzdür? Bu g-də 3 idi axı. 8-dən 5 çıxıb 3 qalıb. Onda g də getdi. Nə qaldı mənə? Bir dənə 2 qaldı istifadə olunmayan. Hə, indi bildiniz niyə əvvəlki ədədləri yazdım sağda? Mən əgər ədədləri sağda yazmasaydım, bilə bilərdim hansı ədəd qalıb məndə? Bilə bilməzdim. Çünki sıfırdan və biri birindən fərq edirsə, mən mütləq qıraqda yazmalıyım. Məncə zərurət. Buna yazdım deyə bildim ki, bu da hansı hərf yoxdur? X hərfi yoxdur. Deməli X-in kodu da 2-dir. Avtomatik bunu tapdım. Bunu tərəzilər mövzusunda görəcək gələn dərsdə narahat olmayın. A, B, C. A-nın qiyməti neçədir? Denən mənə. 4. B-nin qiyməti 5. C-nin qiyməti 6. Üstə gəl. Sonra D-nin qiyməti 7. Y-nin qiyməti 9. F-in qiyməti 8. Düzdür? Üstə gəlinsin. C-nin qiyməti neçədir? 3. Sonra H-ın qiyməti 1, X-in qiyməti 2. Gəl bunu indi cəmləyirik. 6, sonra 1 yadda. Bunu da cəmi 15, o da bir 16, 6 yazıram 1 yadda. Bu da eləyir 14, bir də bir 15. Sonra 1566. Heç çətin sual deyil. İmtahanda maksimum 1 dəqiqənizi alır. Bu sualda elə birinci tip suallardır. Həll edirsən, yerinə qoysan getdi. Baxdın, gördün, getdi. Yəni bu suala heç vaxt sən 3-cü hissə kimi, çətin kimi düşünə bilməzsən. Gedir. Müəllim, bu sual izahı video izahda var YouTube'da. Bəli, YouTube kanalında var. Hal-hazırda rekordda gedir. YouTube səhifəmdə də paylaşacağam bunu açıq şəkildə mövzu izahı kimi. Oradan da əlavə Aha, olaraq baxa bilərsiniz. çok sağ olun. Bəli. Oldu gənclər. Sağ olun, salamat qalın. Sağ olun, getirdiniz. Xeyr. Xeyrə qarşı sağ olun.